Salam, heç fikirləşmisinizmi ki, biznes haqqında yazılan onlarla, bəlkə də yüzlərlə kitab oxumağa nə qədər vaxt lazımdır? Yəqin ki, çoxumuzun buna vaxtı yoxdur. Elə buna görə də biz buradayıq. Bugün biz idarəetmə və biznes ədəbiyyatının, deyərdim ki, qaymağını yığıb sizin üçün bir yerə toplamışıq. Baxın, hər birimiz, istər böyük bir şirkətin rəhbəri olaq istərsə də, kiçik bir startap quraq, gec-tez bu sualla üzləşirik. Bir biznesi uğurlu edən nədir axı? Hə, bu həqiqətən də milyon dollarlıq bir sualdır və cavabı da inanın elə də asan deyil. Amma yaxşı xəbər budur ki, bu sualın cavabları əslində artıq var. Onlar onlarla kitabın səhifələrində gizlənib. Və biz bugün nə edəcəyik? Bütün o dərin fikirləri, o müdrikliyi sizin üçün damıtacaq, bir növ süzgeçdən keçirəcəyik. Gəlin, elə indi biznesin sirlərini birlikdə açmağa başlayaq. Yaxşı, hardan başlayırıq? Əlbəttə ki, təməldən. Necə ki, hər möhtəşəm binanın möhkəm bir bünövrəsi olmalıdır, eləcə də hər uğurlu biznesin də öz təməli var. Və bu təməl, bilin ki, cəmi 2 dənə əsas sütun üzərində dayanır. Plan və mənfəət. Həyatda hər bir uğurlu səyahət bilirsiniz ki, bir xəritə ilə başlayır, düzdür? Biznesdə isə bu xəritənin adı, bəli, biznes planıdır. Bu plan olmadan siz sadəcə olaraq kompassız, xəritəsiz bir gəmi ilə açıq okeanda üzürsünüz. Hara gedəcəyiniz tam bir müəmmadır. Yaxşı bir plan isə o demək deyil ki, sadəcə nəsə yazasınız. Yox, o çətin suallara cavab verməlidir. Məsələn, nə satacaqsınız, hansı bazara girəcəksiniz, oradakı rəqibləriniz kimlərdir və ya daha qlobal suallar, inflyasiya, faiz dərəcələri sizə necə təsir edəcək? Bütün bu suallara cavab tapmaq sadəcə kağız üzərində bir sənəd yaratmaq deyil. Bu, gələcəyə, sanki aydın bir pəncərə açmaqdır. Bütün bu planlaşdırmanın, bu qədər əziyyətin axırında məqsəd nədir? Bir sözlə, mənfəət. Mənfəət dostlar, biznesin qan dövranıdır. O olmazsa sizin ən parlaq ideyanız belə sadəcə bahalı bir hobbi olaraq qalacaq. Qayda isə çox sadədir. Satdığınız malın qiyməti onu hazırlamağa və satmağa çəkdiyiniz xərcdən çox olmalıdır. Vəssalam. Amma mənfəət göydən düşmür, elə deyilmi? O ciddi bir nizam-intizam tələb edir və bu 3 addım həmin intizamın, deyərdim ki, bel sütunudur. Birincisi, xərclərə amansızcasına nəzarət etmək. İkincisi, hər bir yeni prosesi, hər bir yeni xərci əsaslandırmaq. Bu bizə həqiqətən lazımdırmı? Və üçüncüsü, məhsulu A-dan Z-yə planlaşdırıb idarə etmək. Beləliklə, təməli qoyduq, möhkəmdir. İndi nə etməliyik? İndi biznesi irəli aparacaq mühərriki işə salmaq vaxtıdır. Bu mühərrik isə, unutmayın, strategiya ilə idarə olunur və yanacağı nədir? Pul axını. Strategiya dedikdə çox vaxt ağla qəliz cədvəllər gəlir. Amma əslində bu bir anlıq ilham deyil, çox məntiqli bir prosesdir. Hər şey böyük bir vizyonla, bir xəyalla başlayır. Sonra bu xəyal bütün şirkəti əhatə edən bir strategiyaya çevrilir və nəhayət hər il üçün konkret, addım-addım icra edilən bilən planlara bölünür. Gördüyünüz kimi hər bir mərhələ bir sonrakinin bünövrəsini qoyur. İndi isə gəldik biznesdəki ən böyük, ən qəribə paradokslardan birinə. Diqqətlə qulaq asın. Uğurlu və sürətlə böyüyən bir biznesin batma riski də böyüyür. Qəribə səslənir, elə deyilmi? Bəs necə ola bilər? Cavab pul axınındadır. Təsəvvür edin, sifarişlər yağır, siz də daha çox mal almalısınız, yeni işçilər götürməlisiniz, amma müştərilərin pulu hələ gəlib çatmayıb. Bax, bu böyümənin ölümcül tələsidir. Bəs bu tələdən, bu riskdən necə qaçmaq olar? Cavab çox sadədir və bizi yenə də ilk başdakı mövzumuza, mənfəətə qaytarır. Pul axınını, yəni biznesin nəfəsini sağlam saxlamağın yeganə yolu əməliyyat mənfəətini artırmaqdır. Bu da o deməkdir ki, daima dayanmadan gəlirləri artırmaq və xərcləri azaltmaq lazımdır. Başqa yolu yoxdur. Yaxşı, planlarımız var, strategiyamız da var, pul axınını da başa düşdük. Amma bir sual var, bütün bunları kim həyata keçirəcək? Robotlar? Yox, əlbəttə ki, insanlar. Ona görə də indi diqqətimizi biznesin ən dəyərli resursuna, insanlara yönəldirik. Bu biznesin dəyişməz, qızıl qaydasıdır. Bunu heç vaxt unutmayın. Maliyyə, texnologiya, bahalı avadanlıqlar, bunların hamısı sadəcə alətdir. Onlara məna verən, onları hərəkətə gətirən yeganə qüvvə insandır. İnsanlar biznesin sadəcə bir hissəsi deyil, onun döyünən ürəyidir, beynidir. İnsanları idarə etmək isə bilirsiniz ki, bir sənətdir və bu sənətin fərqli üslubları var. Baxın, burada 3 fərqli yanaşmanı görürük. Bir tərəfdə qərarları tək başına, çox sürətli verən, amma münaqişələri sevməyən avtoritar lider.
Digər tərəfdə isə bütün komandanı qərar prosesinə cəlb edən, hətta münaqişəni yeni bir ideya, bir innovasiya fürsəti kimi görən situativ yanaşma. Əslində seçim, sürət və nəzarətlə yaradıcılıq və komanda ruhu arasında doğru balansı tapmaqdır. Əslində, həqiqət budur ki, hamı üçün keçərli, vahid və ən doğru bir idarəetmə modeli deyə bir şey yoxdur. Əsl liderlik bacarığı məhz budur. Qarşınızdakı vəziyyəti, o mürəkkəb situasiyanı düzgün analiz edib, məhz o an üçün, o komanda üçün ən uyğun modeli seçmək və prioritetləri hər kəs üçün aydınlaşdırmaq. Bax, bu idarəetmə ilə liderliyi bir-birindən ayıran ən fundamental prinsipdir. Yəni, sadəcə vəzifənə görə mən rəisəm deyib təsir etmək yox, öz nümunənlə, biliyinlə, davranışınla komandaya təsir etmək, əsl liderlik budur. İnsanlar sənə vəzifənə görə yox, sənə inandıqları üçün qulaq asmalıdırlar. Və beləliklə nəhayət sonuncu hissəyə gəlib çatdıq. İcra. Bütün o planları, stratejiyaları kağız üzərindən real həyata keçirmək. Bu mərhələ artıq gündəlik çətinliklər, problemlər və biznesin uzun müddətli sağlamlığını qorumaqla bağlıdır. Gəlin bir anlıq realist olaq. İnsanların olduğu hər yerdə istər-istəməz fikir ayrılıqları da olacaq. Bu normaldır. Ona görə də münaqişəyə bir fəlakət, bir problem kimi yox, sadəcə idarə olunmalı, həll edilməli bir proses kimi baxmaq lazımdır. Bu oyunun bir parçasıdır. Bəs münaqişələri necə həll edək? Ən güclü alətlərdən biri BTNI prosesidir. Bu, danışıqlarda əldə edə biləcəyin ən yaxşı alternativ deməkdir. Yəni, söhbət kim uddu, kim uduzdu deyil, söhbət problemi birlikdə həll etməkdir. Bu prosesdə əvvəlcə hər kəsin qazanacağı variantlar axtarılır, sonra obyektiv, ədalətli meyarlar tətbiq edilir və sonda heç kim təzyiqə boyun əymir, hamı prinsiplərə əsaslanan bir razılığa gəlir. Bu siyahı isə, məncə, hər bir menejerin masasının üstündə olmalıdır. Hər hansı bir çətin vəziyyətlə üzləşəndə, təlaşa düşməyin, bir anlıq dayanıb düşünün. Emosiyaları kənara qoyub faktlara fokuslanın. Şirkətin qaydalarına, prosedurlarına əməl edin. Və ən əsası, kömək istəməkdən və baş verənlərdən dərs çıxarmaqdan heç vaxt çəkinməyin. Bütün bu çətinliklərin öhdəsindən gəldikdən sonra, son hədəfimiz nədir? Uzun müddətli davamlılıq. Amma bu sadəcə ekologiya, yaşıllıq demək deyil. Bu həm də biznesin sağlamlığı, uzun ömürlülüyü deməkdir. Necə? Baxın, davamlı yanaşmalar israfçılığı azaldır, bununla da həm əməliyyat, həm də insan xərclərini aşağı salır. Eyni zamanda müasir, məsuliyyətli müştərilərin gözündə sizi daha cəlb edəcəkdir və nəticədə sifarişləriniz artır. Və sonda bütün bu danışdıqlarımızı, hər şeyi bir araya gətirən bu dərin, zamanın sınağından çıxmış fikrə baxaq. Plan, strategiya, komanda, bunların hamısı əgər bir vizyon, yəni aydın bir gələcək mənzərəsi yoxdursa, tamamilə mənasızdır. Liderin ən birinci, ən əsas vəzifəsi məhz bu vizyonu yaratmaq və komandası ilə paylaşmaqdır. Biz bugün onlarla kitabdan ibarət bir oyun kitabını birlikdə vərəqlədik. Əsas qaydaları öyrəndik, indi isə qələm sizin əlinizdədir. Bu prinsiplərdən istifadə edərək öz biznes hekayənizin növbəti, daha uğurlu fəslini yazmağa hazırsınızmı? Diqqətiniz üçün çox sağ olun.